Salam əziz və dəyərli izləyicilərim. Sabahınız xeyir olsun, hər vaxtınız, gününüz xeyirli, uğurlu gəlsin. Xoş xəbərlər eşidəcək bir gün olsun hamımız üçün qızlar. Yeni vloguma, yeni videoma, evimə xoş gəldiniz və sizinlə bərabər yeni uzun bir vloqa başlayıram sizinlə. Səsləndirmə, çünki səhər saat 5-də, yəni 5:30-da durmuşdum. Səssiz çəkirəm və səs əlavə eləmək məcburiyyətində qaldım. Beləliklə səhər yeməyimi, sahuru hazırlayıram. Bu axşamdan qaynatdığım stol üstə əski qoymuşdum. Səhər yaxaladım, təmizlədim. Özümə səhər yeməyi hazırlayıram qızlar. Sizdə necə keçir? Səhər yeyə bilirsiniz. Bəzən baxırsan ki, bəzi izləyicilərim də hətta yazır. Ümumiyyətlə bilirəm ki, çox adam səhər yeməyi, sahuru yaxşı yemirlər. Deyirlər, suyla durdum. Belə durdum suyla ağzımı, orucumu bağladım, yatdım. Mən heç vaxt əvvəllərdə nə qədər tutmuşamsa, təsadüfən ola bilər ki, məsəl üçün yatıp da belə çatdıra bilmərəm, suyla tez bağlayıram. Amma ümumiyyətlə mən hər səhər elə bir oruc tutanda həmişə səhər yaxşı yemək yeyib ağzımı bağlamışam. Heç vaxt olmayıb ki, yəni adi vaxtlarda qızlar həqiqətən də belə bir şey var. Tezdən dururam, iştahım olmur. Səhər yeməyə iştahım olmur. Amma orucluq ayında iştahım axşamdan hətta sizə bəlkə də gülməli gələcək. Kimə deyirəm, belə gülür ki, yəni nətərsən durub o qədər şey yeyə bilirsən. Valla bilmirəm qızlar, səhər axşamdan, onu deyirəm, axşamdan mən onun düşüncəsi ilə, yəni onu düşünürəm ki, tezdən durub bunu hazırlayacağam və yeyəcəm. Yəni elə bil axşamdan, bəlkə də ona görə ki, çox adam yatınca bir neçə dəfə yeyir. Mən amma orucumu açdım, nə yedimsə ondan sonra heç nə yemirəm o müddət ərzində. Ondan sonra ola bilsin su içərəm, belə çay içərəm. Yemək ikinci dəfə gecə yemək yoxdur məndə. Ona görə orucu da açanda hər kəs də məncə elədi. Elə bil həmən doyursan da biraz yedinsə hətta bir neçə gün keçdikdən sonra mədə ki balacalaşır. Bir az yedin mi, sup yedinsə ikinci yeməyi yeyə bilmirsən də güclə yeyirsən. Məndə elə olur. Ona görə mən axşam yaxşı doymuram. Axşam yeməyi ilə doymuram və o gecə ki acıram, o düşüncə ilə yatıram ki, durub yaxşı yemək yeyəcəm. Və elə də dururam, acıram. Yaxşı da orucumu, ağzımı yeməyi bağlayıram. Tezdən, məsəl üçün, mən tezdən meyvədir, desertdir, belə şeylər də yeməkdən əlavə. Ən çox çalışıram yumurta yeyəm. 2 dənə yumurta, ya qaynanmış halda olsun, ya nə bilim, belə salat düzəldirəm, ora doğrayıb yeyirəm. Belə də buterbrod kimi düzəldirəm. Belənçə, bugün də mən nə hazırladım? Belə pomidor yumurta pişirdim, yedim qızlar, amma siz pişirib yeməyin, nə də mən yemərəm. Çünki mən günortaya kimi ijoga verdi, su da içə bilmirsən, ona görə başlayıb ijoga verməyə. Ona görə bir də mən onu eləmərəm. Ən yaxşısı soyutma yumurtadır. Pomidor yumurta amma çox ləzzətli idi. Çox ləzzətlə belə hətta çörəklə yedim. Çalışıram bir kusok çörək yeyim tezdən. Elə vaxtda heç yemirəm. Sonra meyvə belə püresi düzəltdim. Kivi ilə mangonun püre halına gətirdim. Tvorğun üzərinə töküb belə qarışdırıb onu da desert şəklində belə 5% tvorğdur, belə yağı az olan və meyvə püresini də tökdüm. Yenə təkrar eləyim, mango ilə kivi. Və onu da hamısını yəni yeyə bilmədim, sözün düzü. Belə bu tvorğun da yarısını yedim. Yumurta 4 dənə özüm pişirmişdim ki, yoldaşım da durandan sonra yeyər. Onun elə ikisindən azını mən yedim, qalanı qaldı, tvorğ da qaldı, çox yeyə bilmədim. Sonra nə qoyacaqdım, stola qoyub bir videoya baxa-baxa səsləndirirəm.
Bir də qızlar, mən pomidor yumurta bişirəndə bir dənə qənd atıram, mütləq atıram. O həm pomidorun belə kislatası, belə turşluğun götürür. Baxın, burada atıram, bir dənə qənd. Turşluğun götürür, belə əslində o qənd atanda ijoqa verməməlidir. Nəsə gün ərzində su içilmir deyə yəqin ki, ona görə ijoqa verdi. Çay da dəmlədim özümə bir stəkan. Hər tezdən də bir stəkan çay içirəm, yəni desertlə nəyləsə. Və belə tezdən duranda bir dənə veriliş var səhər-səhər canlı. Ona qulaq asarsa, bəzən olur videolarda da səsi gəlir. Salat da eləyirəm, mütləq yumurta ilə salat, belə avokado, pomidor yumurta bişirdiyimə görə pomidor qatmadım salata. Amma elə belə soyutma yumurta eləyəndə avokado, xiyar, ondan pomidor belə salat düzəldirəm. Qızlar, siz də çalışın, valla belə səhər yeməyinizi yaxşı yeyin. Düzdür, adam yuxulu olur, belə yemək istəmir. Bilmirəm, valla mən yemək istəyirəm. Bilmirəm nədəndir. Siz də çalışın, yeyin. Bu da küncüt halvasıdır. Elə spesialini qardaşım almışdı, çox almışdı. Bütün elə bil də qardaşımın, belə kim tutursa onlara belə banka bir boranı tumundan halva idi, bir də belə küncüt oları ki, tezdən deyir, hər oruç tutanlara da 2 qaşıq yeyin, adam belə tox tutur da biraz. İndi yeməyə baxıram, səsləndirirəm, utqunuram. Ac deyiləm, tezdəndir, amma yenə də yemək görəndə adam utqunur. Yumurta çox ləzzətli çıxmışdı. Onu deyirəm ki, yəni qızlar çalışın, valla bir gün, 2 gün istəməsəz də yesəz, sonra artıq yemək istəyəcəksiniz də, vərdiş eləyir, orqanizm vərdiş eləyir ki, o saatda mədə yemək tələb eləyir. Deməyəm, səhər, iftar, belə səhər yemək süfrəm. Hamısı ən axırda da dərman atıram. Nə dərmandır? Vitamin, belə sakitləşdirici dərmanlardır. Başqa bir dərman deyil. Nə dərmanı idi? Magni 5-dir. Bir də tenaten, sakitləşdirici dərmanlardır. Hər axşam hərəsindən birini, tezdən hərəsindən birini atıram. Beləliklə qızlar, ağzımı, orucumu bağladım və sonra da elə yoldaşım da durdu tezdən o günü, bazar günü idi, yoxsa bazar günü idi, iş günü deyildi. O da dedi, elə gəl, elə yatmada. Mən də yatmaq istəmirəm yeməkdən sonra, sözün düzü. Tezdən belə yat, axşam yat, hamısı canımıza çıxırdı. O ki, belə gəzmək yaxşıdır. Ondan sonra düşdü, bir getdik, hardasa 8 kilometrdə gəzdik. Saat 8 idi tezdən biz çölə çıxanda. Getdik, gəzdik, gəldik. Sonra günorta amma yatdım. Heç mən günorta yatan deyiləm. Günorta gəldim. Həm dedim vaxt geçsin, həm də ki biraz belə də tezdən saat həm axşamdan gec yatıram. Niyə görə videoları belə montaj eləməyə, nə bilim, ona çox vaxt gedir qızlar. Həqiqətən yenə burada da sizdən xahiş edirəm, videoya like qoyun. Yadınızdan bəyənmə işarəsini qoyun. Yəni like deməyin, bəyənmə işarəsini qoyun və qısa bir komentar rəy yazsanız lap sevinərəm. Yəni o qədər əziyyət çəkirəm, heç olmasa bilim ki baxış var da, yəni baxan var. Yoxsa boş-boşuna mən video çəkim, elə video çəkib özüm oturub baxaram da. Yükləyirəm ki, yükləmək də ki, Rusiyada yaşayan xanımlar bilir də nə qədər çətindir. Elə olur, 2 gün bizdə internet olmur, nə bilim, şeyə görə interneti tamam qapatırlar, belə müharibəyə görə də interneti bağlayırlar, heç harda internet olmur. Yəni çox çətinliklə bunu ortaya gətiririk. Ona görə siz də like qoymadan keçməyin qızlar. Yenə nəsə söz dedim, yarımçıq qaldı. Nə deyirdim? Nəsə yadımdan çıxdı. Nə deyirdimsə, harda qalmışdımsa. Gəldim.
Yatdım, onu deyirdim ki, yatdım. Gecədə gec yatıram, tezdən də tez durdum, həyətə düşdüm deyə yorğunluq çökmüşdü həqiqətən də. Adətən mən günorta heç vaxtı yatan deyiləm, yata bilmirəm. Günorta o günü yatdım. Sonra durdum, axşam yeməyimizi hazırladım. Balıq hazırlayacağım. Mütləq baxın qızlar, çox yaxşı, ləzzətli balıq alınır. Yeməkdən sonra da belə güllərimi də suladım. Hər gün bilən ki, çiləyirəm güllərimə su. Hər gün, elə olur gündə 2 dəfə, yəni bəzən olur gün aşıra. Çünki evdə atapleniya yanır deyə quruluq olur, rütubət yoxdur da, ona görə belə həm su çiləyirəm, həm yanlarına su qoyuram ki, biraz oradan yanlarına qoyduğum su böyük bir qabda qoyuram, baxıram ki, bir həftəyə o su tamam quruyur. Atapleniya da var deyə su buxarlanır, yəni o biraz nəmliyi verir. Tezdən də piçenini də pişirmişdim, axşamdan da hazırlamışdım və tezdən pişirdim, qoydum. İstəyidi üstünü örtdüm. Sonra onu götürüb qoyub, paketə qoyub xaladelniyə qoyuram. 1-3 gün, 4 gün hilənçə istifadə edirəm. Və beləliklə aşağı hazırlaşıb, geyinib, düşürük, gəzdik. Aşağıda da yaxşı, adam ləzzət elədi. Soyuq idi düzdür hava. Soyuq da olsa hərəkət eləyəndə üşümür. Sən 8 kilometr gəzdik, gəldik. Sizə xoş izləmələr qızlar. Qəşəng balıq resepti var öndə. Yəni izləmədən keçməyin. Sizə də məsləhət görürəm. Bir gün iftarınızı açmaq üçün o balıqdan hazırlayın. Qırmızı syomka olmasa da başqa bir balıqdan da eləmək olar. Çox ləzzətli alınır. Beləliklə sağ olun qızlar. Yenə də deyirəm, izlədiyiniz üçün çox təşəkkür eləyirəm. Baxdığınız gözlər, izlədiyiniz o gözlər həmişə gülsün, qəlbiniz, ürəyiniz həmişə sevinsin. Sizə xoş izləmələr, gözəl bacılarım. Öpürəm hamınız bacılarım. Sağ olun. Bugün iftara ne hazırlayırıq qızlar? Beraber bir yerde hazırlayalım. Belə səsim tam açılmayıb, belə öskürürəm. Kırmızı balığı, syomka balığı. İlk önce bunu yuyum temiz. Yuyum şey olsun. Suyu çekilsin. Elcəyin. Bunlar da ne qalın, belə çok qalındı, çok büyük tikələrdi. Bunlar böyükdü, bu donu açılmıyor. Yoksa bu iki tane bəsdir, bunu götüreceğim. Bunları, bu iki tikəni yuyum, suyu geçsin. Ama yine de çoxdur.
Bir dənə azdı, 2 dənə çoxdur. Bəlkə də birini ortadan bölüm. Ən yaxşısı. Belə eləyəcəm. Belə yudum balığı suyu çəkilsin. Siz nə pişirirsiniz qızlar iftara? Allah hamının tutduğu orucu, qıldığı namazı, etdiyi duaları, niyyətləri hamısı Allah tərəfindən qəbul olunsun. Allah kimin ürəyində nə arzusu var, niyyəti var, hamısını bu əziz ayda çatdırsın inşallah. Belə qalsın, qızlar qurusun. İndi nə edirik biz? Belə bir qap şpinatdır. Şpinat maladoy şpinatdır, özdə o belə. O birisindən də olar. Şpinat yəni doğra tərəsi, ispanak. Bunları götürəcəm, bunları mənə. Əslində onlar da ata bilərəm, belə salatca düzəldəndə ataram, bunu da nə olacaq. Bunları yaxşı yuyum. Belə töküm bunu. Və bir də belə pomidor lazımdır, çeri pomidoru mən. Bunları da yuyum. Kızlar, bu slivoçnay sosda olan balıqdır. Qırmızı balığı adətən hamı qızardır ya duxovkaya koyur. Mən hərdən bunu pomidorun isinə gözəl gəlir. Hərdən bunu belə slivoçnay sosda pişirirəm. Çox gözəl olur. Yəni adi qırmızı balıq deyə keçməyin. Davamını izləyin videonu. Balığın kızlar belə kazanda su koydum. Bir dənə paket rislərdən pişirəcəm. Bir dənəsi bəsil çəkmənim üçün, baxın, belə bir dənə. Su qaynasın, ondan sonra yağ qızdırdım, duru yağ və balığı qoyuram. Amma da qızmayıb yağ. Balığı tam pişirmirik kızlar. O üz sadece mühürlüyoruz. Yani tam kızartıp pişirden pişirmirik. Balığı bu tavada pişiririk kızlar. Böyle o üz biraz kızardırır. O müddet arzında indi neymirik. Bu tavaya da biraz çok az. Görürsünüz ne kadar az koymuşum. Çok az kere yağını koyuram. Çünkü slivka sosunda olacak diye yağın çok ihtiyaç yoktur. Bu yağ erisin. Düğünün suyu da kaynadı. Tuz tükürəm biraz. Ve belə paket koyuram, oduna alıram. Bu da eridi. Burada 2 dilim sarımsak. Sarımsak kavruldu kızar. Şimdi tükürü çeri pomidor. Biraz pomidor da kavruldu. Şimdi tükürü doğra teresi. İspanak. İspanak da dediğim gibi bunlar böyle mala böyle
Təzə pöhrələrdə, yəni bilmirəm. Hala deyil şpinatda, bilmirəm necə deyilsin. Bu da biraz doğrulsun. Balığı söndürmüşüm. Artık balık hazır burada. Bu da bir 5 dakika oldu, qovruldu. Vuruldu kızlar burada. Şimdi buna slivka tökürük. Kim ne kadar istəyirsə, yani faizindən də asıl değil. Mən də 20 faizliydi, amma keşke 10 faizli olaydı. Çox da belə istəmirəm. Yani jırmısı, belə yağlılığı çox. 10 faiz olanda yaxşıdır. Şimdi bu biraz pişsin, birbirine tamı çıxsın, qızsın, yani slivka. O kadar da yavaş danışıram. Deyəcəklər oruç tut deyə səsim atım. Balığı duzladım kızlar. Buna da biraz belə duzdan ya adi duzdan biraz dökün. Biraz acılı istəyirəm. Biraz acı belə. Bu acı biberden dökəcəm azca. Çox acı değil. Səsim deyirəm, yəni aclıqdan batmayıb kızlarım. Biraz halım yoxdur üstüra yazada görə, ona görə batıb səsim. Normal keçirdirəm, yəni heç bir aclıqsa hiss eləmirəm. Biraz da bu travadan istəyirəm dökəm. Bu da yaxşı olur. İçində bir fəsliyəm var, ona görə onun tamı xoşuma gəlir. Yəni siz tökməsəz də olar. Bu da biraz burada bir 3-4 dakika 5 dakika pişsin. Balığa tamı çıxsın. Düyü də belə var. Baxın. Demək olar hazırdır. Bax, dəndən duracaq. Düyünü söndürürəm. Biraz da belə limon. Düyü də belə pişdi kısırında. Belə bunu töküb yağ da tökə bilərəm, amma yağ tökmək istəmirəm, çünki balıq da yağlı, düyə də yağ istəmirəm, əlavə eləyim. Baxın, belə dəndə. Basmatidir düyü. Bu da qalsın belə. 10 dakika var iftara. Allah hamının süfrəsin, qazancın bol,
bərəkətin bol eləsin, halallıqla hamıya bu ayda yox, ümumiyyətlə hamıya halal qazanc əldə etməyə nəsib eləsin. Allah özü kömək olsun, hamının qazanı qaynasın. Bilmirəm bu videonu nə vaxt qoyacam. Yəni bu yeməyi istədim çəkəm, sizinlə bölüşüm. Yəni bir orucluqda da belə bir balıq tək mütləq deyil ki, syomqa bu balıqda farel balığı olsun. Hər hansı bir balıqdan belə yeməyi slivka ilə, yəni krema ilə pişirə bilərsiniz. Ancaq bu yeməyi çörəyə batırıb yemək lazımdır sousuna. Onu nəzərə almaq lazımdır öncədən.